Allah mübarək eləsin bu bayramı, bu gecəni. Mərasimimiz hələ təzə başlayıb ha, yəni hələ bitməyib. İnşallah gözəl çıxışlar olacaq, təbriklər olacaq və mərasimimiz davam eləyir. Mən istəyirəm bir ayə deyim Əli əleyhissalam barəsində. Deyirlər ki, məgər Əlinin adı var Quranda. Bilirsiniz, məsələ adın olması və olmaması deyil. Məsələ odur ki, hər kəsin qəbul elədiyi, hər kəs deyəndə mən o alimləri deyirəm ki, onlar həm Şiə aləmində, həm Əhl-i Sünnə aləmində məşhurdular. Onların sözü keçir, söz qoyublar ortaya, söz deyiblər. Bunları deyirik hər kəs. Bunların, bu alimlərin hər birinin qəbul elədiyi mətləblər var. İmza elədiyi mətləblər var. Yəni, söz gəlişi deyir. İndi din barəsində bəzən görürsən, hər yoldan ötən danışır. Axı, sən necə din barəsində bir mövzunu analiz eləyə bilərsən, bir halda ki, sən dindən heç nə bilmirsən. Sən necə din barədə söz deyə bilərsən ki, lazım olan o məlumatlar səndə yoxdur. Sən necə din adından danışa bilərsən? Sən kimisən axı? Bəziləri elə bilirlər ki, din adından, din barədə hər kəs danışa bilər. Amma yox, o cür deyil. Buna yəni, yol verilməz bir məsələdir bu. Çünki bir ixtisas barədə ancaq həmin ixtisasa aid olan o sahəni bilən mütəxəssis danışa bilər. Hər kəs yox. Necə ki, tibb barəsində ancaq həkimlər danışa bilər, başqası danışa bilməz, danışsa da boş söz olacaq və ona heç kəs etibar eləməyəcək sözünə. Eyni ilə din də bu cürdür. Din barəsində söz deməyə ancaq mütəxəssis lazımdır. Və mən dediyim, həm Şiə aləmində, həm də Əhl-i Sünnə arasında olan tanınmış alimlərdir, təfsirçilərdir. Onlar yekdilli ilə qəbul edirlər bəzi ayələrin Əli əleyhissalam barədə nazil olmasına. Onlar qəbul edirlər. İndi başqası qəbul eləmirsə eləməsin, mənə nə? İşin yiyəsi qəbul eləyir, mütəxəssisi qəbul eləyir. Başqası boşdur, ardı boşdur. O ayələrdən biri Bəqərə surəsinin 207-ci ayəsidir. Bu ayə barəsində az danışıldığına görə mən bu ayəni seçirəm. Ayədə deyir, Allah Teala buyurur, ərəbcəsi bu cürdür. Bismillahirrahmanirrahim. Və minən nas yeşri nəfsəhu ibtiğaə mərdatillah. Allahu rəufun bil ibad. Deyir, insanlar içində bəziləri var ki, onlar özlərini fəda eləyirlər. Özlərini satırlar. Ayədə satırlar deyir. Özlərini satırlar. Satırlar, yəni fəda eləyirlər. Nəyin uğrunda? Nəyə görə? Deyir, ibtiğaə mərzatillah. Bu niyyətlə ki, Allah razı olsun. Allahın razılığı əldə olunsun. Allahın istədiyi olsun. Elə bir iş görsün ki, Allah ondan razı olsun. Bütün alimlər qəbul edirlər ki, bu ayə nazil olub Əli əleyhissalam barəsində, qardaş. Bu ayə Əlinin ayəsidir.
Sən nə deyirsən de. Bəqərə surəsinin 207-ci ayəsi Əlinin ayəsidir. Və ayədə deyir ki, insanlar içində elələri var. Adətən bu termin, yəni bu formada deyilmə, bu ifadə məşhurdur, bütün dillərdə var, bütün bəlağət formalarında, bütün dillerin bəlağətində bu var ki, sözü bu cür deyərlər elə. Amma onun nümunəsi kimdir, misdağı kimdir? Ola bilər bir nəfər olsun, ola bilər 50 nəfər olsun. Söz deyilir. İndi o sözü kimə çatır, kimin barəsindədir, o başqa şeylə məlum olur. Neylə? Əlamətlərlə. Kim idi canını satan? Baxırıq, görürük Əli əleyhissalamdır. Ayə nə vaxt nazil olmuşdu? Baxırıq, görürük ki, hicrət zamanında, yəni insanlar zülmün əlindən, müşriklərin əlindən, Məkkədən Mədinəyə köç elədikləri bir zamanda Peyğəmbər əleyhissalamın canına susayan, Peyğəmbər əleyhissalama qarşı terror aktı keçirmək istəyən müşriklər hücum elədilər Peyğəmbərin evinə və bir neçə qəbilədən yığışmışdılar ki, heç kəsin boynuna qalmasın. Yığışdılar, gəldilər Məkkədə Peyğəmbərin evinə ki, hücum eləsinlər və Peyğəmbəri öldürsünlər. Bu məqamda idi ki, onlar gəldilər və həmin öldürmək məqamında gördülər ki, Peyğəmbər yoxdur. Kimdir? Əli əleyhissalamdır. Əli əleyhissalam Leylətül Məbit deyilir bu hadisəyə. Yəni, Məbit gecəsi, gecələmək zamanı mənasındadır. Yəni, o zaman ki, Əli əleyhissalam canını fəda elədi. Peyğəmbərin yolunda, dinin yolunda əlbəttə. Allah razılığını əldə eləmək üçün. Allah Taala bunu tərifləyir. Deyir ki, insanlar içində elələri var ki, sözə baxın, demir kimdir ya. Demir bir nəfərdir, 10 nəfərdir. Amma biz baxıb görürük ki, canını fəda eləyən elə bir nəfərdir. O məqamda, o vaxtda, o zamanda canını, Allahın razılığını əldə eləmək üçün fəda eləyən bir nəfərdir. Dini qorumaq üçün canını fəda eləyən bir nəfərdir. Bu dinin əhəmiyyətini göstərir. Bu dinin dəyərini göstərir. Əli kimi bir şəxsiyyət din uğrunda fədakarlıq göstərir. Əlbəttə, bu fədakarlıqların bir addımıdır hələ. Əlinin həyatında belə addımlar çoxdur. Belə fədakarlıqlar çoxdur. Və hər birində də, bu maraqlı nədir? Hər bir addımında da Əlinin fədakarlıqlarında Allah Taala hər şeydən əvvəl Allah Taala tərifləyir ona. Allah Taala tərifləyir onu. Bu ayədə də Allah Taala buyurur ki, insanlar içində elələri var ki, onlar canlarını fəda eləyirlər, canlarını satırlar Allahın razılığını əldə etməkdən ötürü. Canlarını fəda eləyirlər ki, Allahın dini qalsın. Çünki Allahın dini bəşəriyyətin ehtiyac duyduğu bir mənəvi qidadır. İndi hər yoldan ötən bir şeyə mənəviyyat deyirlər, mənəvi dəyər deyirlər. Boş şeydir. Bunlar insanların özləri üçün uydurduqları, öz mənafeyləri üçün həyata keçirmək istədikləri sözlərdir. Söz oyunudur bu. Mənəviyyat dinlə bağlıdır adı. Kim nə deyir desin. Çünki dünya yaranandan Peyğəmbər gəlib və Peyğəmbər də gəlib insanlara təlim, tərbiyə eləyib. İnsanlara təlim verib. Tərbiyə öyrədib. İnsanlara insaniyyət dərsi keçib. Məqsəd bəs budur. Məqsəd budur ki, Allah Taala bəzi seçilmişləri seçsin və onlar insanlara dərs keçsinlər, insanlıq dərsi keçsinlər, yaşamaq dərsi keçsinlər, fədakarlıq dərsi keçsinlər.
və ölmək dərsi keçsinlər. İnsan nəyin uğrunda yaşayar, nəyin uğrunda fədakarlıq eləyər, nəyin uğrunda lazım gəlsə canını fəda eləyər, ölər, nəyin uğrunda. Bunu bizə öyrədən ilahi insanlardır. Bunu bizə təlim, tərbiyə verən onlardır. Onlardır ki, bizə insan kimi gözəl rəftar eləməyə öyrədiblər. Bizə şəxsiyyət kimi formalaşmağı öyrədiblər. Peyğəmbərlərdir insanların müəllimləri. Bəşərin müəllimi peyğəmbərlərdir. Və peyğəmbərlərin özlərindən sonra yerlərinə qoyduqları canişinləridir, xəlifələridir. Peyğəmbər, İslam peyğəmbəri özündən sonra Əli əleyhissalamı təyin elədi. Və bu təyinat Allahın təyinatı idi. Əli əleyhissalam indi görürsünüz dərs keçir. Əli əleyhissalam bəşəriyyətə dərs keçir. Deyir, baxın, can o qədər dəyərlidir ki, onu hər şey uğrunda fəda eləməyin, ha. Hər kəsə qurban olaram sənə deməyin, ha. Hər kəsə sənə fəda olum deməyin. Hər kəsə canım sənə qurban olsun deməyin. Canınız ucuzdur. Canınız çox dəyərlidir. Allah əmanətidir. Amma bu Allah əmanətini bir zaman lazım olur fəda eləyəsən. Nəyin uğrunda? Din uğrunda. Allah istəsə əgər, Allah istəyəndə bu dəyərli əmanəti gərək ona qaytarasan. Allaha qaytarasan, Allaha verəsən. Əli əleyhissalam buna öyrədir. Buna öyrədir ki, baxın, elə sadə yaşayırdı ki, Əli əleyhissalam. Mən bu məqamlara əlbəttə toxunacam yenə vaxt gəldikcə. Amma yeri gəlmişkən deyək. Əli əleyhissalam heç vaxt, diqqət eləyin, xəlifədir, rəhbərdir, hakimiyyətdədir. Amma necə yaşayır? Cəmiyyətin sadə vətəndaşı kimi yaşayır. Sadə şəxsi kimi yaşayır. Deyir Əli əleyhissalam öz sözüdür. Xütbələrindən birindədir bu söz. Məktublarından üzr istəyirəm, birindədir. Osman ibn Huneyfə yazdığı məktubdadır bu. O vaxt ki, Osman ibn Huneyf getdi, valisi idi, nümayəndəsi idi Həzrət Əli əleyhissalamın. Getdi və bəzi nankörlüklər elədi, bəzi həddini aşmalar elədi, yəni bəzi yerlərdə həddini aşdı, varlılarla oturdu, durdu. Əli əleyhissalam ona məktub yazır ki, sən nə edirsən? Sən cəmiyyətin rəhbərisən. Sənin ixtiyarın yoxdur cəmiyyətdən yuxarı tutasan özüvü. İxtiyarın yoxdur başını dik tutasan. İxtiyarın yoxdur cəmiyyətdən artıq yaşamağa. Cəmiyyətdən yaxşı yaşamağa. İxtiyarın yoxdur. Əli əleyhissalam özü həm Mədinədə, həm də Küfədə, mən bayaq bu iki şəhərin adını çəkdim, çünki nümunə götürüləsi mətləblər var burada, Əlinin həyatında. Gedək baxaq Əli əleyhissalamın tarix oxuyaq, görək Mədinədə evi necə olub Əli əleyhissalamın. Küfəyə gəlib, Küfədə evi necə olub, yaşayışı necə olub. Əli əleyhissalam hakim olub, yaddan çıxartmayaq. Küfədə hakim olub, xəlifə olub, müsəlmanların xəlifəsi. Amma necə yaşayıb, baxırıq həyatına, sadə. Əli əleyhissalamın sadəliyi barəsində neçə dənə kitab yazılıb İslam aləmində. Mən bu nəşr məsələlərinə, kitab məsələlərinə gələcəyəm birazdan. Söhbətimiz gəlib çıxacaq ora. Əli əleyhissalam o cür yaşayıb. Və nə deyir? Osman ibn Huneyfə məktubunda deyir ki, sənin ixtiyarın yoxdur cəmiyyətdən, cəmaatdan artıq yaşamağa. Sən cəmiyyəti gəzəsən gərək, baxasan, bir-bir insanları tanıyasan, görəsən ki, hansı ən aşağı həddə yaşayır, sən də yaşayışı o həddə eləyəsən. O zaman sən həyat tərzini yuxarı qaldıra bilərsən ki, o ən axırıncı yuxarı qalxsın həyat tərzi. Onu ilə bahəm sənin qalxmağa ixtiyarın var. Əgər onun evi dağılırsa başına, evi yoxdursa, sənin ixtiyarın yoxdur. Evdə rahat oturasan, evdə rahat yaşayasan. Bu qədər mühümdür bu məsələ. Bunu Əli əleyhissalam bizə öyrədir. Bunu Əli əleyhissalam bizə öyrədir. Cəmiyyətə necə rəhbərlik eləməyi. Ona görə də həm bu bayaq dediyimiz ayədən, həm də digər ayələr qismət olsa qeyd eləyərik başqalarında gözəl nümunələr var, ibrətamiz nümunələr var ki, saatlarla oturub onları oxumaq, dinləmək insana ləzzət verir və insan ondan çox şeylər götürür özü üçün.
Allah Teala bizi Əli əleyhisselamı tanıyanlardan, əlbəttə ki, çox çətindir tanımaq. Çünki Əli əleyhisselam o qədər böyük şəxsiyyətdir ki, nə qədər oxusaq, nə qədər danışsaq, bitməyəcək, təbii ki, bitməyəcək. Allah Teala bizi Əli əleyhisselamı tanıyanlardan, Əli əleyhisselamın yolunu getmək istəyənlərdən qərar versin inşallah. Və bu məqamda mən verirəm sözü gözəl şairimiz, Əhl-i-Beyt şairi Asimə. O da öz şeiri ilə bayrama öz sözünü, töhfəsini verəcək inşallah. Bugün Cənab Əmir-el-Mömininin Mövlud nuruna boyanan günündür sənin Ayşəyə. Bugün ərşin mələklərinin nüzul olan yerindəsən. Heç özün də bilmirsən ki, ərşin mələkləri necə can atırlar bura. Ki, burada məzlum əlinin mövluduna yıxışanlar var. Sözün də bilmirsən ki, mələklər sənin ətrafında necə çırpınırlar. O mövlud nuruna boyanmaq istəyirlər. Gəlin əvvəlcə 14 məsuma səlavat şeiri var. Uşaqlar deyiblər, əvvəlcən onu oxuyun. Əvvəlcən 14 məsuma səlavat şeirini oxuyun. Və hər bəndin axırında da sən də bizi ilə bir yerdə. Bu şeiri səni ilə oxuyuram, sən məni ilə oxuyursan bu şeiri. Hamımız bir olur. Bu səlavatları bir yerdə deyək ki, səsimiz də dərgah Əmir-el-Möminə elə bir vaxtda çatsın inşallah. Ayşiə, 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 dilində biləsən ki, nə səfa var. Ayşiə, dilimdə biləsən ki, nə səfa var. Nur vardı üzündə, diri qəlbində ziya var. Sən əşrəf-i məxluqsan, sən əşrəf-i məxluqsan, əhdündə zəka var. Dərgah-ı məhəbbət qulusan, dərgah-ı məhəbbət qulusan, səndə vəfa var. Aç əlvi ki, səndə qəbul olmalı dua var. Əvvəlcə de Peyğəmbər-i Vala səlavatı. Maşallah. Gözlər bu salamdan sonra bir ağrılı miskil ki, bağı rəsul eyləyib o meyvəni hasil. O şəms-i şəfaətdir və həm ərş-i fəzail. Ayşiə ki, sən fitrətən oldun ona qail. Dil aç ki, səninlə bütün aləmlər açıb dil. Göz yaşı ilə bir deyə Zəhra səlavatı. Maşallah, bu salavatdan sonra huşyar ol, açıldı sənə dərgah-i kəramət. Dillən ürəyində edə cuş, eşq-i məhəbbət. Dillən ki, dilinlə çəkə fəryad, ədalət. Dillən Əli dərgahına al, şanlı bəşarət. Dillən ki, səlamun eşidə şah-ı vilayət. Bəndə kimi göndər ağa Mövla səlavatı. Allah, maşallah. Əvvəlcə qulaq as, bu qəmi odlu kəlama. Əvvəlcə qulaq as, bu qəmi odlu kəlama.
bir iltimas eylə cigəri yara imama. Lənət de ona zəhri verən kinli zülama. Qəlbəndi Həsən vay, sonra aç əlbi səlamı. Aç qəlbi insaf günəşi sülhü pəyama. O surət-i zibaya de ziba səlavati. Hüseyincilər, ay mah-i mühərrəmdə çəkən nalə-i əfqan. Sənə deyirəm ha. Ay mah-i mühərrəmdə çəkən nalə-i əfqan. Ay ahi Hüseyin vayına aləm qalan heyran. Ay sinə vuran möhtərəm əlləri və qurban. Qollarını aç, qolsuz əbəl fəzlin adından. Yanğı ilə de ətşan şəhə, səqqa səlavati. Sən dərdi Hüseyni yaşadansan. Sən dərdi Hüseyni yaşadansan evin abad. Əlbəttə Hüseynin qanı etmiş səni azad. O hansı imamdır çəkib ömrü boyu fəryad. Abidlərə göz nuru olan Həzrəti Səccad. Sən də ona səs ver və müsibətli elə yad. Vardır sənə de şiənin əla səlavati. Bir həzrətə tut indi üz, bir həzrətə tut indi üz. Elmin ola gülzar, elmin ola gülzar. Zikr et adını ki, ola hikmət, sənə aşkar. O baqiri elmə, o baqiri elmə olan idrak ilə huşyar. Çox sirləri elmi ilə edər gün kimi izhar. Cəddindən ona verdi salam Cabir-i Ənsar. Cabir tək ona sən də de əhya səlavati. Sənin şiəlivi, sənin əşrəfil məxluq olduğunu təsdiq edən kimdir? İmam Cəfər. Ay şiə, məgər dəhridə var sən kimi aşiq. Çox gəldi hədisdə sənə tərifi müvafiq. Qədrin uca tuğbadır, özün cənnətə layiq. Kimdir səni ispat edən ali mütəhəqqiq? Əlbəttə sədaqət günəşi Cəfər-i Sadiq. Olsun o günəş elminə Taha səlavati. Qəlb ərşinə 7-ci günəş doğdu əyali. Qəlb ərşinə 7-ci günəş doğdu əyali. Göstərdi imamətdəki Musayı zəmanı. İmamətin Həzrəti Musası. Qəlb ərşinə 7-ci günəş doğdu əyali. Göstərdi imamətdəki Musayı zəmanı. Neynirdi ala əlinə o möcüzülü əsani. Zindanda ayaq atla qoyub Tur-i Sinani. Göstərdi əcəb cilvəgəhi Nur-i Rizani. Sən göndər ona Həzrəti Musa səlavati.